Hər birinizə salam. Bugün sizlərlə Ərli Tədris Mərkəzinin abituriyentlər üçün hazırlamış olduğu informatika test bankından Pythondan şərt operatorları bölməsindən ətbaqlı yazı tələb olunan tapşırıqlardan 74-cü sualın izahına baxırıq. Əlavə olaraq bunu qeyd edim ki, 74-cü sualımız bu yaxınlarda keçirilmiş olan qəbul imtahanında 29, yəni 89 idi səhv etmirəmsə, 29 idi. Yəni sondan ikinci sualından eyni belə deyək, məntiqi quruluşa, eyni yanaşma tərzi ilə həll olunan sualdır. Bunu həll eləmişdirsə, böyük ehtimal sualı da qəbul qarabatlarından həll eləmişsiniz. Gəlin baxın. Sualımızın şərtini siz burada görürsünüz, mən də oradan oxuyayım. Bir klaviaturada daxil ediləcək en natural ədədinin ən çox neçə mürəkkəb ədədin cəmi şəklində göstərmək mümkün olduğunu müəyyən edin. Ən çox neçə mürəkkəb ədədin cəmi şəklində göstərmək? En ədəd. Gəlin burada yazalım. En ədəd. Baxın, en ədədin mürəkkəb ədədin cəmi şəklində göstərmək istəyirəm və sayı maksimum saxlamaq. Belə özümüzün qeyd edək, sayı maksimum olmalı. Orada ədədlərin sayı. Enin açılışındakı ədədlərin sayı, cəmdəki ədədlərin sayı maksimum olmalı. Yəni belə bir şeydir. Biz bildik ki, ən kiçik mürəkkəb ədədimiz 4-dür. Mən eni bacardıq qədər 4-lərin cəmi şəklində göstərsəm, ən çox mürəkkəb ədədin cəmi şəklində göstərmiş olan əla. Onda gəlin, belə bir şey yazalım. En əgər 4x bu şəkildədirsə, 4x şəklindədirsə, onda mən deyə bilərəm ki, ən çox x sayda mürəkkəb ədədin cəmi şəklində göstərmək olar. Niyə? Tutaq ki, məsələn, 4x şəklində olan bir ədəd olsun 12. 12-ni ən çox 4 plus 4 şəklində. Yəni 3 dənə 4-ü cəmi şəklində göstərə bildik. Yəni mən bazarda qədər 4-lərin cəmi şəklində göstərməyə çalışıram ki, ən çoxu əldə edeyim. Yaxşı, həmişə 4x şəklində olacaq? Yox. Hansı şəkillərdə ola bilər bəs? Belə qalsın belə. Gəlin onu müəyyən edeyim. Əgər 4x şəklində olan ədəd 4-ə bölünən ədəd. Əgər ədədim 4-ə bölünürsə isə 4-lərin sayı qədər Pythonda da ifadə edəcək. n/4, yəni x sayda, n/4 sayda mürəkkəb ədədin cəmi şəklində göstərilən ən çox. İndi baxın. N əgər bu formada deyilsə, hansı formadadırsa 4x plus 1 formasında ola bilər. 4x plus 2, 4x plus 3. Yəni 4-ə bölünən bir şey ola bilər, bölünməyən bir şey ola bilər. Bölünmürsə, ya qalada 1 qalır, ya 2 qalır, ya 3 qalır. Düzdür? Gəlin bir-bir hallara baxaq. Baxa buna. Məsələn, ilk belə ədədimiz, məsələn, 5 halı çıxardır. Yəni bir dənə qeyd edək özümüz üçün. 1, 2, 3, 5, 7, 11. Biz bu ədədləri heç cür mürəkkəb ədədlərin cəmi şəklində göstərə bilmirik. Bizdən sualı sırf hansı mürəkkəb ədəd olmasını istəyir, bunları göstərə bilmiyor. Bu halları çıxartdım. İndi burada bu halı ilk ödəyən ədədimiz x yerində qoysa olacaq hansı ədəd? 9 ədədimiz, düzdür? 9. Yəni 9 üstündən bir ana ədəd var. 9-u hansı mürəkkəb ədədlərin cəmi şəklində göstərə bilirəm? Elə bir dənə 9-un cəmi şəklində. 9 özü mürəkkəb ədəddir. 4-lər formasında göstərə bilmədiyim. 4-lər formasında göstərdim. Elə bir dənə özü formasında göstərdim. Yəni belə bir şey deyə bilərik. Burada 2 dənə 4 var idi açılışında, yəni əgər bu formadadırsa, onun açılışında. Neçə dənəsə 4 var? Sırf cəmi formasında. Neçə dənəsə var? Axırda da bir dənə 1 var. Bu biri mürəkkəbləşdirməksə belə bir şey deyə bilərik ki, bu 4-lə birləşdiririk və nəticədə 5 daha doğrusu. Bu 4-lə birləşdirib 5 əldə edirik, düzdür. Bu 4-lərdən birləşdirsək 9 əldə edəmiş oluruq. Bu 9, bu 9-dur. Və deməli 4-lərin sayından 2 dənəsi gedir. X-imiz 2 vahid azalır. Yəni cəmdəki 2 dənə 4-dür. Mən qurban edirəm bu biri mürəkkəbləşdirmək üçün. Ümumilikdə nə olmuş olur deməli? Nəticə olaraq bura qeyd edirsiniz. 4-lərin sayı 2 vahid azalmış olur. Amma sağ tərəfdəki 1 olmuş olur mürəkkəb, yəni ümumi say 1 vahid artmış olur. Onda deyə bilərik ki, n/4-1 sayda belə mürəkkəb ədədin cəmi şəklində göstərə bilir. Yəni istənilən ədəd üçün oradakı 9-u çıxardacaq, yerdə qalan normal 4-lərin cəmi şəklində göstərəcək. Daha doğrusu 1-i çıxardacaq, 9-a fırlayacaq, qalanları normal göstərəcək. Yəni, baxaq digər halımıza. Digər halımız
4x plus 2 şəklində olmasıdır. Burada məsələn ilk ödəyən ədədimiz yenə hansı ədədimizsə 12. 12-ni ya 3 dənə 4 şəklində göstərə bilərəm. Ya deyəndə ki, 3 dənə 4 şəklində göstərəcəm. Və yaxud. İndi baxın, yox 12 dedi, yazılır. 12 yox 10. 12 birinci halda 10. 10 ədədi üçün 10 ədədi yenə 4-dən cəmi şəklində göstərə bilmirəm. O zaman belə yazıram. 4 plus 4 plus marşımızda işte 4 plus 4 plus 2. Bu formadadır. Yenə buradakı bizdəki 2 yenə bizə maneəsini icra edir. 4-lərdən bir tanesi bu 2 ilə bir yerdə birləşəcək nə əldə edəcək? Biz birləşəcək əldə edəcək 6. 6 əla. Deməli 4-lərdən bir tanesi bu 2-ni mürəkkəb ədədə çevirmək üçün qurban verdim. Yəni bu x-in bir vahid azalır. Ümumilikdə sağdakı mürəkkəb ədədlərin sayı bir vahid azalır, amma sağdakı da mürəkkəb ədədə çevrilir deyə sağdakına görə də üzərinə 1 gəlirəm. Bu belə deyim, ardıcıllıqda x bizə isə 2 idi. X-in bir dənə 4-ünü verdim buna, amma nəticədə burada da mürəkkəb ədədə olmuş oldu. Ona görə mən burada təmizləyək. Deyə bilərik ki, deməli nə oldu? n/4-dən bir dənəsini qurban verdiyim 2-ni mürəkkəb eləmək üçün. Solda da bir dənə mürəkkəb ədəd yarandı. Ümumilikdə n/4 sayda ilə mürəkkəb ədədini cəmi şəklində göstərə bildim. 4-ə bölünməsindən qalıb 2 alınan ədədlər. Əla. Gəlin baxaq sonuncu halımıza. 4x plus 3 şəklində. X burada bizə üçün şərtidir, sadəcə say bilir. Plus 3 şəklində olan ədədlər üçün. Bu ədədlər üçün yenə burada da söhbət nədir? 4-lər yolu neçə dənəsə? Neçə dənəsə 4 yolu. Axırda 3 var imiş ki, bunlar hamısı 4-ə bölünür, axırda bir dənə 3 qalır. Əla. Burada yenə biz 3-ü mürəkkəbləşdirməliyik. Çünki bizdən ən çox neçə mürəkkəb ədədimiz cəmi şəklində. Bu 3-ü necə mürəkkəbləşdirə bilərik? Bayaqki metodu burada da istifadə eləsək. 4-dən bir dənəsini birləşdirsəm buna, burada olacaq 7. 7 yenə bizim üçün mürəkkəb ədəd olmadığına görə bir dənə də 4 birləşdirəcəm, olacaq 11. 11 yenə mürəkkəb ədəd deyil, bir dənə də 4 birləşdirəcəm, olacaq 15. Əla. Burada 15 əldə eləmiş olacaq. Neçədən 1 verdim? X-dan 3 dənə verdim. Yəni n deməyə gəldim, n/4-dən 3 dənə 4-ü götürdüm, elə cəmdəki 3 dənə 4-ü götürdüm, birləşdirdim bu üçün, burada başqa 4-lər. Birləşdirdim 3-ə, əldə eləmiş oldum 15-i. Amma indi bir dənə baxaq, burada digərlərindən fərqli bir ədəd var. Biz istənilən bu şərti ödəyən ədəd üçün orada 15-i alacaq kənarda. Bu 15-i də biz 6 və 9-un cəmi şəklində parçalasaq, 15 2 dənə mürəkkəb ədədini cəmi şəklində göstərmiş olacaq. Yəni bura həmişə kimi plus 1 yox, plus 2 yazacaq. Səbəb ondan ibarətdir ki, bunun özünü də parçalaya bilirəm. Burada 6 olanda parçalaya bilmirəm. Və burada 6 olanda idi, burada məsələn 9 olanda parçalaya bilmirəm. Ona görə sol tərəfdə, sağ tərəfdə daha doğrusu bir dənə mürəkkəb ədədi alırdım, 6 və ya 9. Amma burada 15 alıram, 15 də özü 2 dənə mürəkkəb ədədi cəmi şəklində olduğuna görə mən ümumi say olaraq 4-lərdən 3 dənəsini verib, 3 dənəsini qurban edib, buradakı 3-ü mürəkkəbləşdirdim, prosta 2 dənə mürəkkəb ədədi parçaladım. 3-ü 2 ilə 1-ə parçaladım deyə bilərik. 3-ü 2 ilə 1-ə parçaladım, o formada yanaşdım. Yəni 4-ə bölünməsindən alınan qalıb 3 olanlar üçün deməli nə oldu? Bunun nəticəsi n/4 minus 1 sayda mürəkkəb ədədini cəmi şəklində göstərə bilirik. Əla. Deməli biz nə edəcəyik Python kodunu yazanda? If ədəd 4-ə bölünə bilirsən. Print eləyəcək n/4-ü. Siz burada Python kodunu görürsünüz, gəlin bunun üzərindən danışaq. Əgər bölünürsə, deməli biz 4-ə bölünməsindən alınan tam sizə sayını çıxışa verdik. Neçə 4 varsa. Yox, indi baxın. Bu halları aradan çıxarırıq. Necə çıxarırıq? Burada bir dənə bizim için, deyə bilərik bu hissə 8-dən kiçik olan ədədlərdir. 11 xaric. 8-dən kiçik olan ədədlərdir. Burada hansı ədədlər yoxdur? 4-dən 6. Baxın, biz if-elif strukturu qurduğumuza görə if 4 sonsuzca if-ə girəcək.
Amma 6-dırsa keçəcək növbətisinə. Mən də ikinci elifdə 6 halı yoxlamışam. Əgər 6-dırsa 1 elə 6-yı özü şəklində göstərirəm. Bir dənə 6 izlərim şəklində. Yox, 4 deyil, 6 deyilsə onda bir dənə şərt verir elifdə. Deyirəm 8-dən kiçik bir şeydirsə, bunları bir-bir yoxlamağa gedək, qısaltdım da qoydum. 8-dən kiçik bir şeydirsə bunlar ola bilər. Və ya və ya 11-dirsə nə edirəm? Bu hal üçün mənfi bir çıxışa verirəm. Əla. Bunları atdım qırağa. Yerdə hansı ədədlərimiz qaldı? Ya 4-ə bölünməsindən alınan qalıb 1 olanlar, ya 2 olanlar, ya da 3 olanlar. Keçən növbəti elifimdə soruşuram. 4-ə bölünməsindən alınan qalıb 1-dirmi? 1-dirsə, çıxışa verirəm print. Nəyi? n/4 minus 1. Aha. Yox, elə deyilsə, onda 2 ola bilər. Deyirəm, elif əgər əks halda əgər 4-ə bölünməsindən alınan qalıb 2-dirsə, onda çıxışa verirəm nəyi? n/4-ü. Bayaq müəyyən edədiyimiz. L-səsində artıq bunu deyə bilərəm. Çünki bu hal deyilsə, bu deyilsə, başqa hal qalmır. Bəli ki, budur. Burada da təkcə elifdə vermək yerinə mən direkt LC-də verə bilərəm. Çıxışa verirəm nəyi? n/4 minus 1. Belə biraz da kod bölgələr yaxşı görsənsin. Aha. Bu sualımızın da həlli bu formada. Maraqlı sual idi, qəşəng sual idi. Növbəti videolarımızda görüşmək ümidi ilə sağ olun, salamat qalın.